Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Allah subhanahu wa müvəffəq etsin. Kitabımızın davamını götürürük. Qalan hissəsini inşallah ki, bu gün yəqin qutararıq. Allah subhanahu wa müvəffəqiyyəti ilə insanın öz nəfsini islah etməkdə 10 qayda. Və 9-cu qaydanı götürəcək bu gün. Barakallahu fikum. Hansı qaydadır? El-həzəru minəl-ucubi vəl-iqtirarı bin-nəfs. Yəni, insanın ucubdan, özün bəyənməsindən və öz nəfsi ilə fəxr etməsindən çəkinməsi. Yəni, bunun qadağan olması. Allah subhanahu wa buyurur ki, فَلَا تُزَكُّوا أَنفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى. Öz nəfsinizi təmizə çıxartmayın. Allah subhanahu bizə buyurur ki, öz nəfsinizi təmizə çıxartmayın. Həqiqətən də Allah kimin təqvalı olduğunu daha yaxşı bilir. Allah subhanahu burada nə qadağan edir bizə? Barakallahu fikum. Allah subhanahu burada bizə insanın öz nəfsini tərifləməsin, öz nəfsini təzkiyə etməsin, öz nəfsin mən beləyəm, yəni mədh etməsini qadağan edir. Yəni mən filan salihəm, mən filan bu cür öz nəfsini təzkiyə etməsini Allah subhanahu qadağan edir. Nə üçün? Çünki bu cür etmək nədir? İnsanı o cibə özün bəyənməyə aparır. Və bu da riyaya aparır və bu da nədir? İnsanın əməllərinin batıl olmasına aparır. Hansı ki, təqvanın yeri haradır? Təqvanın yeri qəlbdir. İnsan zahirdə əməllər edə bilər, lakin təqvanın yeri haradır? Təqvanın yeri qəlbdir və onu da nədir? Allah subhanahu wa ta'ala bilir. Ayədə keçdiyi kimi فَلَا تُزَكُّوا أَنفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى. Öz nəfsinizi təmizə çıxartmayın. O kimin təqvalı olduğunu, yəni Allah kimin təqvalı olduğunu daha yaxşı bilir. Ona görə insan öz nəfsin təzkiyə etməkdən, öz nəfsin mədh etməkdən, tərifləməkdən çəkinməlidir. Və hər bir mömin, barakallahu fikum, bizim hər birimiz, Allah sizə bərəkət versin qardaşlar, hər bir mömin, hər birimiz nə qədər salih əməllər işləsək də, nə qədər yaxşı əməllər işləsək də və günahlardan çəkinsək də öz nəfsimizi yenə də təqsirkar olaraq görməliyik. Barakallahu fikum. Yəni qul nə qədər öz nəfsin, yəni öz nəfsində yaxşı əməlləri görsə də, yəni görsə ki, yaxşı əməllər edir. Yəni ki, salih əməllər işləyir. Gecə namazları qılır, gündüzlər oruclar tutur, sədəqələr verir, ondan sonra. Nə qədər yaxşı əməllər etsə də, nə qədər yaxşı salih əməllər işləsə də və haramlardan çəkinsə belə öz nəfsin müqəssir olaraq görülməlidir. Çünki öz nəfsin təqsirkar olaraq görülməlidir. Və öz nəfsin zülm edən, yəni öz nəfsinə zülm etdiyini bilməlidir. Hansı ki, Əbu Bakr As-Siddiq radiyallahu anhu, hansı ki, bu ümmətin siddiqidir, bu ümmətin sıddıqıdır, peyğəmbərlərdən sonra bu ümmətin ən xeyirlisidir. Allah Rasulullah sallallahu aleyhi və səlləmdən dua istədiyi zaman Allah Rasuluna deyir ki, sallallahu aleyhi və səlləm, mənə bir dua öyrət, namazında onu etməyi və Allah Rasulü sallallahu aleyhi və səlləm ona bu duanı öyrədir ki, Allahümmə inni zalamtu nəfsi zulmən kəthira və la yəğfirul zunubə illə ənt fəğfir li məğfirətən min indik və ərhəmni innəkə əntəl qafurur rəhim. Deyir Allah Rasulü sallallahu aleyhi və səlləm öz sevimli dostuna Abu Bakr radiyallahu anhaya nə öyrədir? Yəni, hansı duanı öyrədir ki, Allah, mən öz nəfsimə çoxlu zülm etdim. Çoxlu zülm etdim. Və həqiqətən də günahları səndən başqa bağışlayan yoxdur. Mənə özündən bir məğfirət, məni bağışla. Mənə özündən bir məğfirət ver, məni bağışla və mənə rəhm et. Həqiqətən sən Əl-Ğafur, bağışlayan və Əl-Rahim, rəhm edənsən. Və əgər Allah Resulü sallallahu aleyhi və səlləm bunu Abu Bakr radiyallahu anhuya öyrədirdisə, bəs ondan aşağı dərəcədə olanların halı necə olmalıdır? Barakallahu fikum. Və Ayşə radiyallahu anhə, Ummul Müminin, möminlərin anası, anamız radiyallahu anhə, Allah Resulullah sallallahu aleyhi və səlləmlə Allah subhanahu wa ta'ala bu ayəsi haqqında soruşur. Ayədə keçir ki, وَالَّذ۪ينَ يُؤْتُونَ مَا أَتَوْا وَقُلُوبُهُمْ وَجْلَةً. Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqları əməlləri, namazı, zəkatı, həcci, sədəqəni və s. başqa ibadətləri qəlbləri qorxa-qorxa yerinə yetirərlər. Yəni, Rəblərinə qayıdacaqlar deyə
etdikləri əməlləri, yəni ibadətləri qorxa-qorxa edərlər. Və Ayşə anamız radiyallahu anhə bu ayə haqqında soruşur Allah Rasulundan sallallahu aleyhi və səlləmdən ki, ya Rasulallah, onlar yəni araq içənlər və oğurluq edənlərdirmi? Allah Rasulü deyir ki, sallallahu aleyhi və səlləm, la ya bintəs Siddiq, ey xeyr, ey Siddiqin qızı. Burada nə deyir? Əbu Bakr radiyallahu anhın fəzilətinə dəlalət var ki, Allah Rasulü sallallahu aleyhi və səlləm onu As-Siddiq, Siddiq adlandırır. Deyir ki, la ya bintəs Siddiq, vələkinnəhum əllezine yasumuna və yusalluna və yetəsaddaquna və hum yaxafuna əllə yuqbələ minhum. Deyir, ya yox ey Siddiqin qızı, lakin onlar o kəslərdir ki, oruç tuturlar, namaz qılırlar, sədəqə verirlər və qorxurlar ki, bu əməlləri onlardan qəbul olmaz. Yəni bu əməlləri etməklərinə yanaşı nə edirlər? Bu əməlləri etməklərinə yanaşı qorxurlar ki, bu əməlləri onlardan qəbul olmaz. Və Abdullah ibn Əbi Muleykə rahmehullah deyir ki, mən deyir Allah Resulü sallallahu aleyhi və səlləmdən sahabələrindən 30 nəfərə rast gəldim və onların hamısı öz nəfsləri üçün nifaqdan qorxurdu. Yəni nədir öz nəfslərin? Yəni təsəvvür bunu edən kimdir? Bunu edənlər Allah Resulü sallallahu aleyhi və səlləmin tərbiyəsini görmüş. Sahabələr Allah Resulü sallallahu aleyhi və səlləmin tərbiyəsini almış sahabələrdir. Yəni onlar öz nəfslərin təzkiyə etmirdilər. Onlar öz nəfslərin mən filan əməl etdim, öz nəfslərin təmizə çıxartmırdılar. Mən beləyəm, mən nə bilim təqvalıyam filan öz nəfslərini təzkiyə etmirdilər. Hansı ki, nədir, öz nəfsləri üçün nədir, nifaqdan qorxurdular. Allah subhanahu bizləri bağışlasın. Yəni, gör, sahabələr, yəni Allah Rasulullah sallallahu aleyhi və səlləmin sahabələri bu cürdürsə, hansı ki, onlar özlərindən gələnlərin hamısından xeyirlidirlər. Sahabələr onlardan sonra gələnlərin hamısından xeyirlidirlər. Hətta digər peyğəmbərlərin belə, yəni tərəfdaşlarından, yəni peyğəmbərlərdən yox, onların yoldaşlarından, onların sahabələrindən belə üstündürlər. Onlar öz nəfslərini nə deyir, bu cür tərbiyə edirdilər. Və həmçinin Həsən Basri rəhməhullah deyir ki, mömin o kəsdir ki, yaxşılığı və qorxunu özündə cəm edər. Həm ümidi, həm də qorxunu özündə cəm edər. Və münafiq isə deyir o kəsdir ki, daha doğrusu Həsən Basri rəhməhullah deyir ki, mömin o kəsdir ki, yaxşılığı və qorxunu özündə cəm edər. Yəni, nə demək? Yəni, salih əməllər işləyər, yaxşı əməllər işləyər və həmçinin qorxar ki, birdən qəbul olunmaz. Münafiq isə o kəsdir ki, pislikləri və əminamanlığı özündə cəm eləyir. Nə deyir? Pis əməlləri işləyir, günahlar işləyir, pisliklər işləyir və əminamanlıq arxayınlığı özündə cəm eləyir. Yəni, arxayındır. Sanki onlar yəni, bu günahlara görə heç sorğu-sual olunmayacaq. Allah subhanahu bizləri bağışlasın. Və sonra Həsən Basri rəhməhullah bu ayəni oxuyur ki, İnnellezîne hum min xəşyəti rabbihim müşfiqun. Həqiqətən də onlar Rəbbinin qorxusundan əsim-əsim əsənlər. Yəni o kəslər ki, Rəblərinin qorxusundan əsim-əsim əsərlər. Yəni Rəblərinin qorxusundan əsərlər, titrəyirlər. Allah subhanahu bizləri bağışlasın. Bu da nə deyir? Bu da qulun öz nəfsin təmizə çıxartmaması, öz nəfsin tərifləməməsi və mədh etməməsidir. Və 10-cu qayda barakallahu fikum, qulun öz nəfsini tanıması. 10-cu qayda qulun öz nəfsini tanıması. Və həqiqətən qulun islah, yəni öz nəfsini islah etməsi babında ən önəmli olan məsələlərdən biri qulun öz nəfsini tanıması. Nəfsi tanıması və bildiyimiz kimi alimlərin bizə vəsf etdiyi, həmçinin Allah subhanahu ta'alanın yəni şəriətindən, dinindən, kitabdan və sünnədən istinbat edərək bizə vəsf etdikləri insanın nəfsin 3 forması var. Nəfsin 3 forması var. Barakallahu fikum. Hansıdır onlar? Birincisi ən-nəfsul mutmainnə. Rahat nəfs, arxain nəfs. Hansı nəfsdir? O nəfs ki, Allaha iman gətirməklə, Allah subhanahu wa ta'alanı zikr etməklə, Allaha ibadət etməklə və Allaha yönəlməklə rahatlıq tapan bir nəfs. Allaha yönəlməklə rahatlıq tapan bir nəfs. Necə ki Allah subhanahu wa ta'ala buyurur: "Ellezîne âmenû ve tatma'innu qulûbuhum bizikrillah, ələ bizikrillah tatma'innul qulûb." Onlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin və agah olun ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır. Həmçinin başqa ayda Allah subhanahu wa ta'ala buyurur ki: "Ya eyyatuhan nefsul mutmainnah, irci'i ila rabbika radiyatan merdiyyah, fedkhuli fi ibadi vedkhuli cenneti." O gün möminə deyiləcəkdir: ey arxain olan nəfs,
ey mutmain, arxain olan nəfs. Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön. Salih qullarımın sırasına keç, onlarla birlikdə cənnətimə daxil ol. Bu da nədir? Bu, yəni rahat olan, Allaha yönəlməklə, Allaha iman gətirməklə, Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə, Allahı zikr etməklə rahatlıq tapan mutmain olan nəfsdir. Və sonra birinci nəfs nədir? Yəni Allaha iman gətirməklə rahatlıq tapan, arxain olan nəfs. İkincisi isə ən-nəfsul ləvvamə, özünü qınayan nəfs. Ən-nəfsul ləvvamə. Yəni bu o nəfsdir ki, hər dəfə günah etdiyi zaman nə edir? Sahibin qınayır. Yəni sahibi özün qınayır. Həmin nəfs özün qınayır. Niyə sən bunu etdin? Niyə sən bu əməli etdin? Necə ki Allah Subhanahu taala buyurur: "Və la uqsimu bin-nəfsil ləvvamə." And içirəm özünü qınayan nəfsə. And olsun, and içirəm özünü qınayan nəfsə. O nəfs ki, özün qınayır. Daim özün qınayır. Məsəl üçün günah etdiyi zaman insan həqiqətən bunu görsə nədir? Hər birimiz qəlbimizdə tapırıq. Yəni bunu hiss eləyirik. Yəni insan bir günah etdiyi zaman başlayır özün qınamaq ki, yəni sən bu günahı niyə etdin? Yəni bu əməli niyə etdin? Görsən bir qardaşın xətrinə dərsən və yaxud da bir ailədə hər hansısa bir narazılıq yaradırsan və yaxud da nədir, qəzəblənirsən, elirsən, sonra başlayırsan insan özün qınamağa. Və yaxud da hər hansı bir başqa bir əməl günah etdiyi zaman başlayır insan özün qınamağa ki, mən nə üçün bu əməl etdim? Mən nə üçün belə etdim? Nə üçün filan qardaşın xətrinə dəydim? Və yaxud da nə üçün ailədə filan övladının, zövcənin xətrinə dəydim. Bu da nədir? Bu da həmin nəfsin özünün qınamasıdır. Və sonra nədir? Sonra üçüncü deməli, birinci arxain, rahatlı olan nəfs, ikinci özün qınayan nəfs, üçüncüsü isə ən-nəfsul əmməratu bis-su, pisliyi əmr edən nəfs. Allah Subhanahu bizləri bundan qorusun. Pisliyi əmr edən nəfs. Yəni bu həmin o nəfsdir ki, insanı pisliyə sürükləyir, insanı günahlara sürükləyir, insanı vaxtın boş-boş keçirməyə sürükləyir. Və görürsən ki, həqiqətən insanın, Allah Subhanahu müvəffəq etsin, insanlar var, görürsən ki, bacarıq var. Allah Subhanahu taala onlara qabiliyyət verib, başqasına verməyib. Quran əzbərləmək, hədis əzbərləmək, ərəb dilini öyrənmək, yəni bu qabiliyyət hər insanda olmur. Yəni bu hər bir insan yəni Allahın izni ilə çalışaraq qazana bilər. Amma insanlar var ki, həqiqətən görürsən yaddaşları, uşaqlıqdan nədir? Yəni uşaqlar var ki, yaddaşları güclüdür. Və yaxud da böyüklər var ki, bunlar daha tez qabul edirlər. Amma görürsən, yəni nədir? Nəfsləri onlara pis şey əmr edir. Məsələn, görürsən, uşaqda Quran əzbərləyə bilir rahat, hədis əzbərləyə bilir rahat. Yəni ərəb dilini öyrənə bilir rahat, onun üçün bir çətinlik yoxdur. Yəni qavrama qabiliyyəti güclüdür, yaxşıdır. Amma nə edir? Nəfsi onu bunlardan yaymağa, ya iqraya, yəni oyunlara yönəldir, hansısa yəni boş-boş oyunlara. Və yaxud da hər hansısa məsəl üçün telefonda nə deyir, cürbəcür sosial şəbəkələrdə cürbəcür faydasız şeylər, YouTube-da faydasız şeylərə baxmağa və yaxud da həmin o telefonda və yaxud da digər yəni cihazlarda boş-boş oyunlar oynamağa, hansı ki ona nə dünyəvi, nə də axirət cəhətdən heç bir faydası yoxdur. Allah qorusun, ziyanı ola bilər şey, faydası yoxdur. Bu da nədir? Bu da həmin o insanın, həmin o övladın, həmin o böyüyün fərqi yoxdur. Həmin o insanın yəni özün boş-boş şeylərə sərf etməsidir, boş-boş şeylərə ayırt etməsidir. Allah Subhanahu bizləri bağışlasın. Bu da nədir? Barakallahu fikum. Bu da nəfsin üç həmin o formasıdır. Birinci arxain olan, rahat olan nəfs, ikinci özün qınayan nəfs, üçüncü də pislikləri əmr edən nəfs. Allah Subhanahu taala üçüncüsündən qorusun. Bu alimlər buna yəni çox gözəl misallar çəkiblər. Müəllif rəhməhullah gətirir ki, alimlər buna çox gözəl misallar çəkiblər və deyir o misallardan iki dənə böyük alimlərdən ikisinin gətirdiyi misal gətirəcəm. İmam Əl-Əcurri rəhməhullah və İbn Qayyim gətirəcək sonra. Burada İmam Əl-Əcurri rəhməhullahın dediyi misal gətirir ki, müəllif Əl-Əcurri rəhməhullah deyir ki, ədəbun nüfus, nəfsin ədəbi və nəfsin ədəbləri kitabında gətirir ki, mən deyir bu misalı sənə deyir bir misalla başa salacağım deyir. Bunun misalı deyir nəyə bənzəyir? Bunun misalı yaxşı bir cins at balasına bənzəyir. At balasına. Yəni yaxşı, hansı ki baxdıqda insanlara heyran edir. Yəni həmin o at balası insanları baxışında heyran edir. Yəni insanların xoşması həmin atdan, yəni
həmin o cins atın balasından faydalanmaq olmayacaqdır. Ondan yəni istifadə, həmçinin o böyüdükdən sonra o fayda verməyəcəkdir. Hətta onu gözəl şəkildə ədəbləndirməyəcək. Onu gözəl şəkildə öyrətməyəcək. Yəni atları var ha, atlar məsəl üçün yarış atları, digər atlar ki var, cins atlar ki var. Onlara xüsusi müəllimlər tutulur, xüsusi yəni nə deyir, onlara məşqlər keçirilir. Həmçinin yarışda olan atlara, yəni elə hər at o yarışa çıxmır da, onlara xüsusi elə bir ki, idman növləri keçilir. Onlar xüsusi nə deyim, məşqlər görürlər həmin atlar. Və həmin Əzur Rəhməllah da bunu gətirir ki, yəni həmin o at, yəni balaca at, cins atın balası, balaca olduğu vaxt insanları heyran edir. Lakin ondan deyir, yəsi, sahibi fayda görməyəcək, hətta onu doğru düzgün şəkildə ədəbləndirmədikcə. Əgər onu deyir, doğru düzgün şəkildə ədəbləndirərsə, onu doğru düzgün şəkildə məşqlərə yönəldərsə, həmin atı balasını, doğru düzgün şəkildə onu idman elətdirərsə, onu doğru düzgün şəkildə tərbiyə edərsə, nə deyir, sonra həmin at böyüdükdən sonra ondan xeyir görəcək, ondan gözəl nəticəni görəcəkdir. Ondan gözəl nəticəni görəcəkdir. Lakin deyir, əksinə deyir, onu ədəbləndirməsə, onu vaxtında ona məşqlər elətdirməsə, onu gözəl şəkildə dərslər, tərbiyələndirməsə, yəni ondan sonra nə o böyüdükdən sonra, nə o atdan, nə də onu minəndən nədir, həmin o atı minəndən fayda olmayacaqdır. Yəni ondan faydalanmayacaqdır. Barakallahu fikum. Və həmin o kəs, yəni təsəvvür ki, atdır və həmçinin burada bir neçə məsələ var. Bir atın özü və onu gözəl şəkildə ədəbləndirmək. Və deyir, yəni necə ədəbləndirmək? Onu elə kəsə tapşırmalısan ki, yəni həmin kəs, misal üçün bir insan, onu tərbiyələndirən, o işin üzrə mütəxəssis olmalıdır. Yəni o atı öyrədən, o atı idman elətdirən, məşq elətdirən, o üzrə mütəxəssis olmalı. Yəni sıradan bir adama versin, nədir? Onu gözəl şəkildə öyrədə bilməyəcək. Və sonra o böyüdükdən sonra da həmin atdan faydalana bilməyəcəksən. Lakin onu mütəxəssisə verməlisən. Yəni nəfsdə, yəni doğru düzgün, yəni elə hər bir hansı bir yollarla biz qabaqki dərslərdə keçmişdik ki, misal üçün sufilər Quran və sünnəyə uyğun olmayan yollarla nə edirlər? Nəfslərin sanki islah etmək istəyirlər, hansı ki, bu daha çox ifsada aparır, Allah qorusun. Və bu da orada bunu gətirir ki, yəni həmin o at balasını doğru düzgün şəxsə verməsin, yəni onu doğru düzgün ədəbləndirən, tərbiyələndirən şəxsə verməsin, ondan fayda görə bilməyəcəksən. Və sonra deyir ki, bununla yanaşı deyir, onu ola bilər ki, yəni nədir? Həmin şəxsə verə bilərsən, mütəxəssisə verə bilərsən. Lakin deyir, o işin üzərində səbirli olmalıdır. Yəni ola bilsin ki, mütəxəssisə vermirsən həmin atı. Doğru düzgün nədir? Tərbiyəsidir. Lakin səbir etmir. Səbirli deyil işində. O da nədir? O da nicat tapmayacaq. Həmin o işində müvəffəqiyyətə çatmayacaq. Çünki onun üzərində səbir etmir. Və eləcə də səbirli olmalıdır. Yəni, insan öz nəfsini də tərbiyə etmir. Bunu ona misal gətirir ki, barakallahu fikum, insan öz nəfsini tərbiyə etməkdə səbirli olmalıdır. İnsan öz nəfsini tərbiyə etməkdə səbirli olmalıdır. Birincisi, öz nəfsini tərbiyə etməyə çalışmalıdır. İkincisi, nə cür öz nəfsini tərbiyə ediləcək, həmin yolları bilməlidir. Və üçüncüsü, bildikdən sonra belə bəs etmir, bilmək də bəs etmir. Bunun üzərində səbirli olmalıdır. Çünki səbirli olmadıqca, həmin o nədir, o bildiklərindən faydalana bilməyəcək. Həmin bildiklərindən faydalana bilməyəcək, səbirli olmalıdır ki, hətta həmin əməllərindən, həmin o işindən faydalansın. Və bu cür etdikdən sonra, inşallah həmin o kəs nədir, Allahın izni ilə öz nəfsinin islahına nail olacaqdır. Və ikinci məsələ İmam İbn Qayyim Rəhməllahdan gətirir ki, deyir, İmam İbn Qayyim Rəhməllah nəfsi, yəni Allaha gedən yolda nəfsi əzəmətli bir dağa bənzədir. Yəni, Allaha gedən yol var, Allaha aparan yol var. Nəfs o yolun üzərində böyük bir dağdır. Yəni, hər bir nəfs, hər bir qul o nəfsi, o dağı aşmalıdır ki, nədir? Ona Allaha gedən yol ona asanlaşsın. Misal üçün, bir getdiyimiz bir yol var, bir mənzil başı var. Həmin mənzilə çatmaq üçün qabaqda böyük bir dağ var. Yəni, sən o dağı keçdikdən sonra nə olur? Həmin o yol sənin üçün asanlaşır. Eləcə də Allaha gedən yolda, Allaha gedən seyirdə həmin o nəfs yolun üzərində olan bir dağa bənzəyir. İbn Qayyim Rəhməllah. Və labüddür ki, deyir, hər bir kəs o yolda o dağı keçməlidir.
Və deyir, insanlar da burada müxtəlifdirlər. Barakallahu fikum. İnsanlar da burada müxtəlifdirlər. İnsanlardan elələri var ki, onlar üçün asandır həmin dağı keçmək. Allah subhanahu wa asanlaşdırdığı kəslər. Və insanlardan da eləsi var ki, o dağ onlar üçün çox məşəqqətli. O dağı keçmək, yəni nəfsi aşmaq, nəfsi keçmək, yəni onun yəni pislikləri əmr edən nəfsindən qurtulmaq, insan öz nəfsinin nəfsinə uymaması onun üçün çox məşəqqətlidir, çox çətindir. Və insanlar da var ki, Allah subhanahu wa asanlaşdırdığı kəslər, rəhm etdiyi kəslər onlar üçün asandır. Və bu dağda nədir? Barakallahu fikum. Həmin bu dağda çoxlu vadilər var. Çoxlu təhlükəli yerlər var. Yəni həmin o keçən yolda. Həmçinin o yol kəsən oğrular var. Yol kəsən quldurlar var. Və ən təhlükəsi də həmin dağın başında şeytan dayanıb. Bir çağırışçı da İbn Qayyim rahmetullah və həm çağırışçı şeytandır. Və aşağı, yəni yuxarıdan qışqırır ki, bura gəlmə, bura təhlükəlidir. Təsəvvür et, subhanallah, yəni qul öz nəfsini aşmaq istəyir. Öz nəfsini nədir? Keçmək istəyir. Həmin nəfs əzəmətli bir dağa bənzəyir. O dağın yolu zaten özü təhlükəlidir. Həmin yolda maniyalar var, dərilər var, uçurumlar var, yəni uçurumlar var. İnsan aşa bilər, Allah qorusun. Yəni Allah qorusun, subhanallah, Allah subhanallah bizləri bağışlasın və müvəffəq etsin. Həqiqətən neçə insanlar var ki, yəni elə nəfslərinə uyaraq elə məsələlərə düçar olublar ki, yəni özləri bir yana qalsın, bütün ailələrin neyiniblər, qatıblar o. Yəni insanlar var, Allah qorusun, günümüzdə yəni rast gəlinir. Görürsən narkotika qurşanıb, Allah qorusun. Görürsən qumara qurşanıb, neyiniyib? Yəni həmin nəfsi, həmin o təhlükələri, yəni öz nəfsindəki o yəni təhlükəni keçə bilmir. Həmin o dağı keçə bilmir. Yəni görürsən qumara qurşanıb, amma subhanallah, yəni Allah qorusun, yəni rast gəldiyimiz insanlar olur. Yəni Allah bizləri bağışlasın, onları da islah etsin. Allah subhanallah onları da nə deyək, haqqa yönəltsin həmin insanları. Görürsən qumara qurşanıb və neyniyir? Yəni özün uçuruma aparır və digərlərin. Yəni öz yaxınlarını da görsən uçuruma aparır. Həmin o nə deyir? Dağdan uçuruma aparır. Allah subhanahu qorusun. Və həmin o yəni bu da maniyələrdən bir maniyədir. Yəni həmin o yəni bu misal olaraq çəkilir ki, barakallahu fikum, maniyələrdən bir maniyələrdir. Və həmin o yəni nəfs İbn Qayyim rahmetullah gətirir bir dağa bənzəyir. Dağın həmin o yəni Allaha gedən yolda ortada bir dağdır. Mütləq o dağı keçməlisən. O dağı keçəndən sonra Allaha gedən yol sənə asanlaşır. Yəni o nəfsi ki keçdin, nəfsi ki adladın, ondan sonra Allaha gedən yol, Allaha ibadət, itayət, Allahın əmrlərini yerinə yetirmək, qadağanlarından çəkinmək sənin üçün asanlaşır, lakin yetər ki o dağı keçməlisən. Və Allah subhanahu müvəffəq etsin, Allah subhanahu bizləri müvəffəq etsin öz nəfsimizə qalib gəlməyə. Və İbn Qayyim rahmetullahın dediyi kimi həmin yolda təhlükələr var, həmin yolda uçurumlar var, həmin yolda nə deyir, tikanlar var, həmin yolda yəni maniyələr var. Və ən təhlükəsi həmin dağın başında bir carçı, yəni şeytan dayanıb qışqırır ki, bura gəlmə. Yəni bura təhlükəlidir. Yəni səni qorxudur, yuxarıdan qorxudur. Təsəvvür ki, bir dağa getsən, dağdan yuxarı dağa çıxmaq istəyirsən. Yol zaten özü təhlükəlidir. Yuxarıdan da bir nəfər qışqırır ki, bura gəlmə səni qorxudur. Yəni insan halı necə olar? Və nəfs də onun halı. Və insan hər dəfə artıq dağın zirvəsinə yaxınlaşdıqca o çağırışçı, yuxarıdan o hayqıran çağırışçı, yəni şeytan daha da pis yəni başlayır nə etməyə, ona qışqırmağa, daha da onu çox qorxutmağa. Allah subhanahu bizləri bağışlasın. Lakin bunlara nə etmək lazım? İnsan bunlara uymamalıdır və bunlardan qorxmamalıdır. Və bunlardan da qurtulmağın yolu nədir? Barakallahu fikum. İnsan yəni həmin yolu, həmin nəfsi, həmin dağı Allah subhanahu taalanın iman nuru ilə, Allah subhanahu taalanın dininə, şəriətinə nədir? Möhkəm sarılmaqla həmin o nəfsi, həmin o dağı gözəl şəkildə aşmış olur. Asan şəkildə aşmış olur. Yəni insan nə qədər Allaha, yəni imanın gücləndirməyə çalışacaq əməllərə yönələrsə, imanın gücləndirəcək əməllərə üst tutarsa, həmin dağı aşmaq da onun üçün o qədər asanlaşır. O yuxarıdakı carçının onu qorxutması da onun üçün nədir? Yəni onun qorxutmasından qorxmur və həmin dağın zirvəsinə qalxır və ondan sonra Allaha gedən yol onun üçün asanlaşır.
Da nə deyir? Allah Subhanahu bizləri müvəffəq etsin buna. Nəfsimizin havasına uymaqdan Allah Subhanahu bizləri qorusun və nəfsimizə qalib gəlməyə Allah Subhanahu bizləri müvəffəq etsin. Və həmin Allaha gedən yolda Allah Subhanahu bizləri sabit etsin. Və bu da nə deyir? Bu da alimlərin nəfsə verdiyi bir bənzətməkdir. Yəni nəfsi bənzədirdilər ki, biri yəni atın tərbiyə olunmasına, hətta ondan faydalanmaq üçün, və biri də həmin o yoldakı dağa bənzədir ki, yəni nə deyir? Nəfs o yoldakı dağdır. İbn Qayyim Rahiməhullahın gətirdiyi məsələ. O sonra müəllim Rahimullah burada 10-cu qaydadan sonra xatimə olaraq gətirir, xatimə olaraq. Və burada bəzi sələflərdən qeydlər gətirir. Barakallahu fikum. Hansı ki, həmin sələflər nə edirlər? Yəni həmin sələflər o misalları gətirirlər. Həmin sələflərdən o misalları gətirir ki, onlar öz nəfslərinə qarşı necə də tələbkar edilər. Öz nəfslərinə qarşı necə də tələbkar edilər. Və necə ki, Əbu Bakır radiyallahu anhu deyir ki, Əbu Bakır birinci Raşid xəlifələrdən və başda Əbu Bakır radiyallahu anhudan, As-Sıddıqdan gətirir ki, deyir ki, ey Allahın qulları, bilin ki, deyir, siz əcəlinizə doğru gedirsiniz. Allahın sizə qoyduğu əcələ doğru gedirsiniz. Hansı ki, həmin əcəl vaxtı sizdən gizlədilmişdir. Hansı ki, həmin əcəlin vaxtı, yəni həmin əcəl, nə vaxt əcəl sizə gələcək, o sizlərdən gizlədilib. Yəni bizlərdən heç birimiz öləcəyimiz vaxtı bilmirik. Əgər deyir, əcəliniz sizə çatmamış, Allah üçün yaxşı əməllər edə bilirsinizsə edin. Yəni ölüm sizə yetişməmiş, Allah üçün salih əməllər edə bilirsinizsə edin. Və deyir, siz də bunu deyir, yalnız Allah Subhanahu Taala'nın köməyi ilə edə bilərsiniz. Allah Subhanahu Taala'nın köməyi ilə edə bilərsiniz və deyir, əcəlinizin sizə yetişəcəyi ana qədər Allah üçün xeyir əməllərdə çalışın. Allah üçün xeyirli əməllərdə çalışın. Və deyir, çünki deyir, əcəl gəldikdən sonra artıq dala qayıdış olmayacaq. Artıq geriyə qayıdış olmayacaq və yaxşı əməl işləməyən kəslər özlərini qınasınlar. Və həqiqətən də deyir, insanlar var ki, öz ömürlərin başqaları üçün işlətdilər. İnsanlar öz ömürlərini nə etdilər? Başqaları üçün işlətdilər və öz nəfslərini unutdular. Burada cürbəcər, yəni öz həyatını başqasına sərf edib, istər onun qeybətini etməklə və yaxud hər hansı bir yolda öz nəfsin başqası üçün işlədib. Amma öz nəfsini unudub, özü üçün əməl etməyi unudub, Allah bizləri bağışlasın. Nə deyir, yəni Əbu Bakır radiyallahu anh ki, onlar kimi deyir, olmayın deyir. Onlar kimi və onların bənzərləri kimi olmayın ki, öz nəfslərini unudub, öz ömürlərin başqaları üçün xərcləyənlər kimi olmayın. Və deyir, yəni haydi Əbu Bakır radiyallahu anh ki, yəni tələsin, Allahın ibadətinə, Allaha yönəlməyə tələsin. Nicata, qurtuluşa çatmağa tələsin. Çünki sizin arxanızda gələn bir tələbkar var. Yəni nə deyir? Ölüm sizin arxanızda gəlir. Sizi izləyir, yəni abban sizi izləyir və sizin arxanızdadır. Və sizə yetişəcək bir vaxt ki, hansı ki onun tamı deyir acıdır, yəni onu dadmaq acıdır. Və ondan sonra isə insan etdiyi əməllərə görə ya sevinəcək ya da peşman olacaq. Allah Subhanahu bizləri peşman olmadan qorusun. Onun üçün deyir tələsin. Və ondan sonra ikinci xəlifə Ömər ibn Xattab radiyallahu anhudan gətirir ki, Ömər ibn Xattab radiyallahu anh deyir ki, öz nəfslərini, yəni sabah hesabat çəkilməmişdən qabaq öz nəfslərinizi hesaba çəkin. Və sabah nəfsləriniz tərəzidə çəkilməmişdən qabaq bu dünyada öz nəfslərinizi tərəzidə çəkin. Və böyük gün üçün, yəni qiyamət günü üçün hazırlaşın. Qiyamət günü hazırlaşın. Hansı ki, həmin gün sizlərdən heç kimsənin gizli bir əməli qalmayacaq. Sizlərdən heç kəsin gizli bir əməli qalmayacaq. Yəni, qiyamət günü üçün hazırlaşın. Bu o gündür ki, həmin gün bütün sirlər ortaya çıxacaqdır. Allah bizləri bağışlasın. Və sonra 3-cü xəlifədən Osman ibn Affan radiyallahu anhudan gətirir ki,
Deyir ki, Osman ibn Affan radiyallahu anh deyir ki, ey Adəm övladı, ey Adəm övladı, bil ki, ölüm mələyi hansı ki sənə müvəkkil olunub, yəni sənin ölüm vaxtın ona verilib, əcəlin ona verilib, yəni o daim sənin, yəni səni axtarır, yəni nədir? Səni izləyir, səni izləyir, səndən nədir? Bir an belə qırağa qalmır, daim səni izləyir, həmin ölüm mələyi, yəni anın yetişdiyi vaxt necə canı alacaq, Allah subhanahu bizləri bağışlasın. Və sən dünya həyatında olduğun zaman, olduğun müddətcə o səni izləyir. Və deyir, sən deyir, fikirləş ki, artıq o başqa bir insanların dünyasını dəyişdiyini gördüyün zaman fikirləş ki, artıq onlardan qurtarıb sənə gələcək. Yəni ondan qurtardı, artıq sənə gələcək. Bunu deyir, fikirləşdir. Və bunun üçün də deyir, yəni deyir, ehtiyatı tut. Bunun üçün də ehtiyatı tut və hazırlaş və qafillərdən olma. Çünki həmin ölüm mələyi səndən qafil deyil. Yəni səndən nədir? Səndən qafil deyil. Yəni sən onun yadından çıxmamısan. Yəni qiyamət günü üçün hazırlaş, yəni ölüm mələyini xatırla. Bil ki, yəni filan kəsdən qurtardı, yəni indi mənim dalımca gələcək. Bunun üçün deyir, nədir? Ehtiyatını tut, yəni azuqa topla axirət üçün. Hazırlaş və qafil olma, yəni arxayın olma. Çünki həmin ölüm mələyi səni unutmamışdır. Və deyir ki, ey Adəm övladı, bil ki, əgər sən öz nəfsindən qafil olsan, yəni öz nəfsini unutsan və onun üçün hazırlaşmasan, başqası sənin üçün hazırlaşan deyir. Osman ibn Affan radiyallahu anh deyir və Sadaq radiyallahu anh. Yəni, əgər sən, yəni bizlər öz nəfsimiz üçün hazırlaşmasaq, başqası bizim üçün hazırlaşacaq? Yox, vallahi ki. Yəni, bizlər özümüz, öz nəfsimiz üçün hazırlaşmalıyıq. Allah subhanahu wa ta'ala bizlər müvəffəq etsin. Və labüddür ki, Osman ibn Affan radiyallahu anh sözün davamı deyir, labüddür ki, Allahla görüş. Yəni, Allahla görüş qaçılmazdır. Allah subhanahu wa ta'ala görüş mütləqdir. Və deyir, sən də bunun üçün deyir, öz nəfsini deyir, hesaba çək və öz nəfsini başlı başına buraxma, başqasına buraxma və onun üçün hazırlaş. Yəni, Allah ilə görüşmək üçün hazırlaş. Və 4-cü xəlifə Ali ibn Əbi Talib radiyallahu anhu, Allah ondan razı olsun, deyir ki, ey insanlar, sizin üçün deyir, ən çox qorxduğum deyir, uzun uzadı arzulardır və öz nəfsinizə tabi olmağınızdır. Subhanallah, yəni çox hikmətli sözlərdir, qulaq olsun, barakallahu fikum. Və həqiqətən də deyir, uzun uzadı arzular insana axirəti unutdurur. Yəni, insan dünyada uzun uzadı arzular arzuladıqca, uzun uzadı arzular etdikcə axirətin unudur. Və həmçinin havasına tabi olmaq isə onu haqdan yönləndirir, haqdan yayındırır. Qulun öz havasına tabi olması onu haqdan yayındırır ki, Allah subhanahu ta'ala bizləri qorusun hər ikisindən. Həqiqətən də deyir, artıq dünya deyir, sizdən üz döndərib getmişdir. Axirət isə sizin yəni, önünüzə gəlir. Yəni, artıq dünya arxada qalıb, yəni deyir. Və axirət isə öndən gəlir. Və bunların hər ikisinin, dünyanın və axirətin övladları var, deyir. Və deyir, siz axirətin övladları olun və dünyanın övladları olmayın. Siz axirətin övladları olun, yəni axirət üçün çalışın, axirət üçün əməl edin, dünyanın övladları olmayın. Yəni, dünyaya aldanın, yalnız dünyanı qazanmaq üçün çalışmayın. Çünki deyir, bugün əməl var, hesab yoxdur. Sabah isə hesab var, əməl yoxdur. Allah subhanahu bizləri bağışlasın. Və Həsən Basri rahimehullah deyir ki, yəni doğru, sabit, yəni güclü mömin o kəsdir ki, nəfsinin üzərində hakim olan mömin o kəsdir ki, öz nəfsini hesaba çəkir. Nəfsinə hakim olan mömin o kəsdir ki, öz nəfsini hesaba çəkir. Çünki deyir, bu dünyada öz nəfslərin hesaba çəkən kəslərə qiyamət günü onların hesabı yüngül olar. Bu dünyada nəfslərin hesaba çəkənlərin axirət günü, qiyamət günü nəfslərin hesaba çəkilməsi yüngül olar. Və deyir, bu günü öz nəfslərini hesaba çəkməyənlərin axirət günündə onların nəfslərinin hesaba çəkilməsi ağır olar. Allah subhanahu ta'ala bizləri qorusun. Hansı ki, o kəslər ki, bu dünyada özlərin
hesabat çəkməyiblər, öz nəfslərini hesabat çəkməyiblər. Onların qiyamət günü hesabları, ağrıları Allah Subhanahu qorusun. Həmçinin Meymun ibn Mihran rahimehullah deyir ki, bir qul təqvalı olmaz hətta o vaxta qədər ki, öz nəfsinə qarşı tələbkar olmadıqca. Hətta bir şərkətdə şərikinə qarşı necə ki tələbkardır, bir şərikinə qarşı tələbkar olduğu kimi öz nəfsinə qarşı da tələbkar olmadıqca həmin mömindir, təqvalı olmaz. İnsan şəriklidir, şərikinə qarşı tələbkardır. Yəni şərikinlə nedir? Hesab eləyir, hesabla nedir? Filan şey hara getdi, filan mal hara getdi, neyir? Hesabat aparır. Və deyir, öz nəfsinə qarşı elənçi tərəfkar olmadıqca təqvalı olmaz. Və həmçinin bunun üçün deyilmişdir ki, barakallahu fikum. Deyir, insanın nəfsi xain şərik kimidir. İnsanın nəfsi ona xəyanət edən şərikin misalındadır, deyir. Əgər deyir, sən ona diqqət yetirməsən, o sən malı götürüb gedəcək. Yəni, xəyanət edən şərik nədir? Xəyanət edən şəriki hesabat çəkməsin, nədir? Həmin o malda, yəni ticarətdə onu hesab etməsin, hesabat çəkməsin, o səni aldadacaq, malı götürüb aparacaq, yəni səndən oğurlayacaq. Eləcə nəfs də onun misalındadır. Sən nəfsi hesabat çəkməsin, səni nədir? Usuruma sürükləyəcək, Allah Subhanahu taala bizləri qorusun. Bunun üçün də nədir? Bunun üçün də yəni, hər bir vaxtda nədir? İnsanın öz nəfsini islah etməsi üçün çalışması lazımdır. Hər bir vaxtda insanın öz nəfsini islah etməsi üçün çalışmalı lazımdır. Hətta Abdullah ibn Mübarək rahmehullah, yəni İmam Abdullah ibn Mübarək rahmehullah deyir ki, o da tabiinlərin ən böyüklərindəndir. Yəni tabiinlərin, alimlərin ən böyüklərindəndir. Deyir ki, öz vaxtı haqqında deyir ki, həqiqətən deyir, yəni keçən salihlər, yəni sahabələr, onların nəfsləri onları xeyrə yönəldirdi. Onların nəfsləri onları xeyrə yönəldirdi. Bizim isə nəfslərimiz deyir, biz onları məcbur etmədiyicə etmir, yəni xeyrə yönəlmir. Yəni sanki nəfsimizi məcbur etməliyik ki, xeyrə yönəlsin. Və biz də deyir, gərək öz nəfsimizi məcbur edək ki, xeyrlərə yönəlsin. Və təsəvvür edin ki, bu kimdir? Abdullah ibn Mübarək rahmehullah kimdir? Tabiinlərin böyüklərindən. Bunu öz vaxtı üçün, sahabədən sonra gələn bir zaman, xeyirli bir nəsil, öz vaxtı üçün deyir ki, subhanallah, biz gərək nəfslərimizi məcbur edək, ikrah edək ki, xeyrə yönəlsin. Bunu öz vaxtı üçün deyibsə, bəs bizim halımız necədir? Allah subhanahu bizləri bağışlasın, Allah subhanahu bizləri qorusun və onun üçün də Allah subhanahu bizləri müvəffəq etsin, Allah subhanahu bizləri xeyrə yönəltsin, doğru yola yönəltsin, hətta nəfslərimizi islah etməyə müvəffəq etsin. Burada da müəllif rahmanullah şeyxin gətirdiyi dua var. Allahumma ati nufusana taqvaha və zəkkihə əntə xayru mən zəkkəhə əntə valiyyuhə və mevləhə və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm.